Deməli, başlayırıq biz PowerPoint dərsinə. Bu dərsi bütövlükdə danışacağıq. Çünki ən vacib yerlər nədir? Onlardan danışaq. Screen eləməli yerləri mütləq eləyin, şəklini çəkin ki, həm də telefonda kimi dursun. İndi YouTube izahı atacağam, o heç. Deməli, məsələ nədən ibarətdir? PowerPoint-da müəyyən qeydlər olan hissələr və onları bir-bir izah edeyim. Deməli, deyir ki, Windows dərsində Ctrl D nədir? Bax, elə belə hamısını göstərəcəm. Windows dərsində Ctrl D işarəsi hər hansı faylı silməkdir. Məsələn, burada delete var. Ctrl D faylı silmək Windowsdadır, amma Shift delete bir dəfəlik silməkdir. Sonra, bəs deyir Word-də nədir? Bir dənə də Word açaq. Word-də Ctrl D-ni font length qrupuna açır. Bax, bu font length qrupunun klaviaturasıdır. Ctrl D. Belə basa da bilər bu şəkildə. Ne Excel'de fil əmri var, yazılı, onun funksiyasıdır. İndi çox da onun klaviaturası bizə lazım deyil deyənə onu bura yazmamışım, ehtiyac yoxdur. Amma bunlar testlərdə Word-də ən çox bu düşür. Windows'da bu onsuz da var. İndi Windows'da asandır. Bəs PowerPoint-də Ctrl D nədir? Nə yazmışıq? Duplicate slide. Yəni slide'ın duplikatını çıxardır. Ctrl D əmri. Belə. İndi bir məsələ var ki, burada belə bir sual yazmışam. Son 150 slaydı bərpa etmək. Yəni məsələn, tutaq ki, indi hər hansı slaydı belə silə bilirik də, düzdür? Və Ctrl Z-dən də bərpa edə bilirik. Bəs bu nə deməkdir? Bəlkə mən 100 dənə yox, 1000 dənə faiz silmişəm. Hamısını bərpa etmək olmur axı. Maksimum 150 dənəsini bərpa etmək mümkündür. Bu belə. İkinci məsələ. Deməli bir qəbul var idi. Onu səhər-səhər fərdi tələbə işləyəndə çıxdı qabağımıza. Hansı qəbul idi, onu siz də işləyəcəksiniz. Orada imtahanda düşmüşdü ki, slaydın duplikatını yaratma hansı tabdandır? Düz imtahanda home idi. Həm home'da, həm insertdə olur, amma mən onu dəyişmişəm ki, tam biləsiniz. Deməli bu nədir? Növbəti qeydə keçsək, o haqqda məlumat verəcəm. Deməli bu qeyddə diqqətlə bir dənə, bax bura qulaq asın. Biraz böyüdüm bunu. Baxın bura. Deməli, yalnız PowerPoint-da bir buna oxşar bir əmr var. Deməli, biri var Ctrl-N, bir də var Ctrl-M. Yəni biri yeni təqdimat yaratmaqdır, biri yeni slayd yaratmaqdır. Biz Word-də, Excel-də, PowerPoint-da ancaq və ya Windows pəncərəsində Ctrl-N-ni keçirik. Və Ctrl-N təbii ki, new, yeni təqdimat. Yəni PowerPoint sənədi yaradır. Hardan yaradırıq qayda qanuna? Faylə girir, new və blank dokument. Şablon da yarada bilərsiniz boş dokumentdə. Bu belə. Yəni bu kontrolunu hamı bilir onsuz da. New'dur, baş elə. Amma yeni slide yaratmaq artıq new slide'dır. New slide əmri 2010-cu ildə yalnız burada idi, Home'da idi. Gördüğünüz kimi Ctrl M'dir bu. Ama 2019 versiyasında artık görürsünüz insertdə də var. Deyəcəksə mən fərqinə eyni şey deyib boş-boş yerə qoyublar. Deməli, Ctrl M burada da var, burada da. Yeni slaydın yaratma üsulları belədir. Ya o düyməni basırsan, düzdür. Ya Ctrl M klaviaturadan. Ya da ki deyir ki, hər hansı slayd üzərində Enter düyməsini basanda özündən sonra bir dənə boş slayd yaranır. Belə. Bəs deyəcəksiniz, müəllim, bu dublikat söhbətini nə elədiniz bayaq? İndi baxın bura. Dublikatın yaratmaq məsələsi var ha. Bax, hardan yeni silah yaradırsınızsa, onun düz içində dublikat olacaq. Yəni oradadır. Eyni şey new slide əmri insertdə də olduğuna görə, yəni artıq cavab insertdən də yaratma olur və home-dan da yaratma olur. Bilirsiniz. Biraz çətin sual idi. Nə mənada çətin? Home'u silmişəm deyənə biraz çətindir. Çünki Home'da yeni slaydın çox adam daha öyrəşir da. Belə bir şeydir. Desəniz ki, müəllim, bəs bu nədir yanındakı? Bu layout əmri seçim. Bu da testlərdə çox olur. Çox uşaqlar səhv edir. Ona görə mütləq bunu deyim. Layout əmri seçilmiş slayd aşağıda da yazılıb. Seçilmiş slaydınızın strukturunu, formasını dəyişmək. O məsələn deyir ki, bir başlıq bir kontentdir. İstəyirəm bir başlıq iki kontent eləyim. Nə bilim, istədiyiniz formatda nə edə bilərsiniz, seçə bilərsiniz. Yəni hər hansı seçilmiş slaydın formasını, dizaynı dəyişmək üçün nəzərdə tutulur. Belə bir şeydir. Reset əvvəlki vəziyyətini bərpa eləməkdir. Bir də section əmri var. Bu qruplar yaratmaqdır. Məsələn, tutaq ki,
lap 4-dən qrup yaradım. Bölmələr deməkdir bizim dildə, bölmələr ayırma. Deməli, baxaq bura. Ümumi olaraq belə də birdən sual versə ki, PowerPoint-da cari PowerPoint neçə dənə slayt var? Götürməsi option 12 dənə slayt var. Yəni bu şəkildə aça da bilərsiniz, qrupdan çıxarda da bilərsiniz belə. İndi buradakı əmrlər e, expand all o demək ki, qrupdan çıx, yəni geniş şəkildə göstər. Collapse all qruplaşdır səsdən. Qalanları bilirik də, bütün seksiyaları ləğv elə, cari seksiyanı ləğv elə, seksiya adını dəyiş belə. İndi mən hamısını ləğv edirəm. Belə, istədiyi slaydında mouse'un sol demək yerini dəyişə bilərsiniz. Ona görə indi buradakı bu sağdakı əmrlər artıq insertdə yoxdur. Görürsüz? Belə. Amma slide length qrupu həm home-da, həm insertdə var. Option vacib bir şeydir. Getdik növbəti bayaqçı qeydə. Bunu dedi. İndi PowerPoint-un genişlənməsi, yəni hər hansı PowerPoint-a görürsüz sənəd yazmışam. Nöqtə PPTX kimi düşüb. Özünüzə görürsüz sənədin adında. Yəni PowerPoint-un əsas ad genişlənməsi, yəni formatı PPTX-dir. Deyir bəs şablon formatı, şablonu olsundan götürün, POTX-dir və slideshow prezentasiya formatı isə PPTX-dir. Şablon da deyəndə deyir buradan da yaratmalıdır. Biri var faylda new-yə girib hazır boş sənəd yazıb oradan başlayacaq özü yazmaq. Biri var şablon. Hər hansı bir yerdən get tap gətir. Şablon odur. Və bunu burada da demişəm. Deməli Word-ün əslində standart genişlənməsi docx-dir. Amma şablon Word-də PowerPoint-də bir-birinə oxşayır olsa, şablonda odur, docx götürün. PowerPoint-da da şablondakı onu docx götürün. Bir dənə Excel-də indi ümumiyyətlə çox da düşmür, çünki Word-də də şablonlar var da, çox adam istifadə eləyir. Yəni problem yoxdur. Baxın bura. Yenə də new-yə girir. Yəni bunlardan çox adam istifadə edir. Ona görə düşə bilər PowerPoint-da və yaxud Word-də şablonlar. İndi hər bir halda Excel-də yazmışam. Növbəti nə yazılır? Şriftin ölçü vahidi. Şriftin ölçü vahidi bütün Word-də də belədir. 8-dən 72-yə kimdir? Bir dənə də Excel-də açım. Paralel şəkildə izah edeyim. Deməli Excel-də də 872-dir. Baxa bilərik. Bu şəkildə 8-dən 72 kimdir? Bir dənə PowerPoint-da 8-dən 96 kimdir? Və bunu da göstərək təbii ki 8-dən 96. Bu bir. İkinci məsələ hamısında minimum 1-dir. Maksimum Word-də 1638-dir. Ümumiyyətlə bütün şriftlər punktdan ölçülür p-dir. Biz Excel-də belə bir şey deyirik. Deməli, həmin Word-ü 4-ə böləndə, yəni 1608-in 4-də biri təxmini 409 edir. Yəni Excel-in də maksimum şriftin formatı 409-dur. Yəni 500 yazan varam. Görürsüz? O da görə. Amma PowerPoint-da belə yazıram ki, digər dərslərdə nə görsəz, təkrarçılıq çıxsın və yadca qalsın. Deməli, miqyas 400%dir. Baxın bura, 400%. O 400-ün 10 dəfə çoxu 4000 eləyəcək. Bu daha səliqəli rəqəmdir. Yəni şriftin maksimal ölçüsü 4000-dir. Miqyasın maksimal ölçüsü 400%dir. Belə yadınızda saxlayın. Gəldik bura. Deməli, yenə Word-ə qayıdıram. Nömrələmə ilə bağlı bir məsələ var. Baxın, Word-də daha düzgündür. Səhifənin nömrələnməsi insert-də, header footer içində, page number-də. Desəm ki, səhifənin 5-dən, 3-dən, başqa rəqəmlərdən başlayan nömrələnməsi yenə də bunun içində, yəni nassurəfəsini eləyir. Yəni o budur, start at əmri. 5-dən başlayım, 3-dən başlayım, düzdür. Amma PowerPoint-da çox mənasız bir şey eləyiblər. Deyir ki, slide nömrələnməsi insert-dədir. İndi orada page number, burada slide number. Amma müxtəlif rəqəmdən başlayaraq nömrələnməsi artıq dizayndadır. Belə bir şey var. Və bu da nə deməkdir? Deməli, göstərim bir dənə sizə. Slaytların nömrələnməsi normaldır bir də. Bax, o slide number əmridir, insert-də. Amma məsələn, testdə görəcəksiniz. Deyir ki, slaydın ondan başlayaraq nömrələnməsi. Hə, o şey dizayndadır. İndi yeri biraz uzun olsa da fərqi yoxdur. Əsas hardadır onu bilin. Yəni, slide size-ın nassurəfasına girin. Baxın, number slide from. Mən deyirəm ki, mənim slaydım 4-dən başlasın. İndi baxın bir də. Bax, görürsüz 4-dən başlayır. Ona görə slaydın testlərdə diqqətli olun da.
Slaydın nömrələnməsi hansı tabda, hansı əmrdə insertdə text number. Mən bilə-bilə testə qoymuşam. Yazmışam ki, slaydın ondan başlayaraq nömrələnməsi cavab dizayn olacaq. Bildiniz, belə bir şeydir. Number slide from da damdan neçədən başlasın o deməkdir. Vacib qeydlərdir. Bunları da çəkməlisiniz. Bunlar da getdi. İndi bunu deyəcəm. Process transition animation-a bir dənə girək. Deməli, buradadır o. Bir saniyə. Deməli, mütləq bunu yadınızda saxlayın. Çünki transition və animation effekt verməklə bağlı olan bir tablardır. Deyir, slide obyektlərinə animasiya effekti vermək üçünsə animation-a gir. Amma slaytların özlərində animasiya effekti vermək transition-a girir. Mən kursoru çöldən slayda basanda, baxın, bunların hamısı deaktiv olacaq. Çünki içinə girməliyəm ki, obyektlər, bunlar animation aktiv olsun. İkisində də bu ulduz işarəsi görəcəksiniz. Preview deməkdir bu. Yəni, yenidən baxış deməkdir. Hər hansı effekt verirsiniz və ona yenidən bax. İndi mən slaydın özünə effekt vermək istəyirəm. Məsələn, belə. Artıq bu aktivləşdi. İndi buradan da belə basanda və yaxud bu düyməni də basanda dediyim odur ki, ikisində də preview əmri var, olmalıdır. İkisi də verilən effektə yenidən baxış demək, ön baxışdır belə. İndi burada məsələ odur ki, içində biraz fərqli hissələr var, onlar deyəcəm. Məsələn, ən son ASE qəbuluna da düşmüşdü. Deməli, bu timing length qrupu. Bunlar düşən suallar inanırlar, hamısı testlərimizdə var, görmürsünüz. Çünki 50 dəfə eləyir deyil. Deməli, timing length qrupu animationda da var, təbii ki, transitionda da var. Amma əsas sadə fərqi odur ki, əgər animation sözü görürsünüzsə, elə animation götürün. Əgər animation sözü görmürsünüzsə, transition götürün. Təbii ki, bu düşmüşdü. Özü 3-4 dəfə düşüb imtahanları. Bəzən tələbə deyir ki, müəllim, burada sound var, səs effekti vermək. Belə yadımda saxlayıram ki, sound transitiondadır. Burada start əmri var. Deyirəm ki, necə yadda saxlasın, amma məncə bu daha yaxşı ki, animation görsəz animation, görməsə transition götürün. Mütləq. Bunu da yadınızda saxlayın. Və burada effektlərin növləri var. Çətin yeri budur. Baxın. Slaytlara verilən, slayt obyektlərinə verilən animasiyanın 4 effekti var. Entrance, giriş, impulse vurğu, exit, bir də motion pass, hərəkət yolları. Belə də istədiyiniz bir seçim edirsiniz. İndi məsələ nədir? Hər hansı verilən effekti birdən sizə sual verir ki, silmə əmri durub delete etməklə götürmür. Elə bir şey. Non əmridir. Non nədir? Heç bir effekt vermir. Effekti ləğv edir. Təbii ki, eyni şeylə transition'da da olacaq. Bax, non əmri. Prosta burada effekt 3 dənədir. Subtle'dır, exciting'dir, bir də dinamik content və inanın ki, ayrı-ayrı şeylərdə imtahanlara düşüb. Və mən istəyirəm ki, onsuz da sizə evə testə atım. Özü də çoxdur, 77 dənədir. Test üzərində dərsi oxuyun, test üzərində. Baxın bura. Və onsuz da düşsə də, düşməsə də, yəni bax, bunları mən onsuz da vermişdim açıq sual kimi. Deməli, baxaq bura. Bircə saniyə. Deməli, 73-cü slide obyektlərini belə. İndi düzdür. Gərək əzbərləyəsiniz. Entrance-dır. Giriş, daha doğrusu Vurğudur, bir də motion. bir də yox, 4 dənə. Exit-də götürək. Sonra motion. Aha. Bu buna aiddir. Slide obyektlərində. Bir də ki, slaytları verilən transition'ın içində bu exciting və həyəcanlandırıcı dinamik sapdır. Zərif hardadır? Hə, buradadır. Bunlar ayrı-ayrı, ikisi də ayrı-ayrı imtahanlarda düşüb qəbula, yadınızda saxlayın. Bir dənə də çətin suallardan biri var. Bu startın içindəki əmri soruşuruq. Startın 3 başlama forması var. Deməli, on klikləməklə özündən əvvəlki özündən sonra. Mən bunu hər dəfə əslində yadıma düşür deyirəm. Deməli, 22-ci ilin dövlət qulu qəbuluna düşmüşdü bu sual. Və bəzi tələbələr inanın ki, Bəxtəxuda şeyin şotuna, Windows'un şotuna başqa şey götürüb cavab tapmışdı. Sınaqlarda da neçə tələbə elə deyildi. Deməli, burada yazılıb ki, startın neçə başlama forması var və aşağıda da PowerPoint verib da. Neçə tələbə inanın ki, start var, pusk. Onun açılma üsullarını elə bilir. Windows'u yaxşı bilən pusku necə açılır?
Deyir ya mouse'un sol düyməsini aç, ya Ctrl Escape bas aç, ya da Windows düyməsini basanda açılır. 3 başlama forması var. Ona uyğun inanın ki 3 götürür və cavablar da düz çıxmışdır. Neçə tələbə. Amma əslində PowerPoint üçün niyə çətindir? Gərək kimsə qəşəng oxuyan üçün hə asandır. Yəni atıb tutunmaq olmur da. Gərək əzbərləyəsən. Startın 3 başlama forması var. Və ona görə vacib o testlərdə olacaq. Vacib testlərdə deyəndə sizə evə atacağım ümumi testi, dərsdə də başqa əsas düşən qəbul sualları olacaq. Belə. Mütləq yadınızda saxlayın. Deməli, slideshow da bizə ən vacib lazım olan tablardan biridir. Və bu PDF, bu qeydə keçək. Deyir ki, from begin başdan başlamaqdır. From current slideshow cari slaytdan başlayıb nümayiş etdirməkdir. Başdan başlama F5, cari slaytdan başlamaq üçün nədir? Shift F5-dir. İndi məsələ nədən ibarətdir? Və bu status barda, çünki burada play işarəsi başdan başlamaqdır. Diaqram işarəsi carisinə. Amma status bar var. Status bar nədir? Pəncərənin aşağı hissəsi. Və burada görürsünüz ki, təbii ki, slasher əmri var. Bir də sonra bunu qaldırım. Bunun üzərində sınaq yoxdur deyənə. Ona görə testə düşəndə gərək əzbər biləsən. Bu başdan başlamaq deyil ha. Cari slaytdan başlamaqdır. Yəni kursoru qoyacaq deyəcək bunun funksiyası nədir? Klaviaturası Shift F5 deyəsiniz. Yəni bunu. İndi göstərək. Yəni mən bunu tutaq ki basıram. Elə bu dördüncü slaydı F5 göstərirsə. Escape də imtinadır. Görürsünüz çıxanda da 4-ə. Amma mən F5-i basıram. O keçir birinci slaydı. Yəni Escape basıram. Düzdür? Belə. Yenə 4-ə qayıdıram. Artıq mən bu düyməni basıram. Ee, və bu cari slaydı göstərəcək. Hı. Deməli, baxaq bir dənə. Escape basıram və görürəm ki, doğrudan da escape basanda 1-ə qayıtmır. Çünki 1-ə qayıtsaydı, demək ki, bu nədir? F5. O şimdi start barda olan düymə, slasher düyməsi nədir? Shift F5, yəni cari slaytdan başlayır. Bundan eyni şeydir. Onlayn şəkildə nümayiş etdirmə. Zoom üçün bir şeydir. Windows Live Messenger proqram var. Hər iki tərəf təbii ki, yükləməlidir. Canlı nümayişə baxmaq üçün. Ən vacib əmrlərdən biri budur. Bir də burada olacaq deyəcəm. Bax, ən vacibdir. Aşağısında da yazır izahında. Show only the slide you choose. Yalnız öz seçdiyiniz slaytları nümayiş etdirin. Yəni, tutaq ki, mən nümayişə çıxıram. Məsələn, auditoriyada nümayiş, lap bunları silək. Mən hər dəfə gəlib kompüter başında dəyişib keçib lövhədə danışa istəyirəm. Mənim burada 100 dənə slaydım var. Bugünkü keçəcəyim dərs məsələn PowerPoint aiddir. PowerPoint-da birinci slaydda var, 4-də var, məsələn 8-də var. O birlər Excel-dir, başqa dərslərdir. Hazır saxlayıram. Artıq şounu basıram, gedirəm lövhəyə. Bilirəm ki, artıq mən seçdiyim slayddır. Bunu seçmişəm, bunu seçmişəm. Və bu 8-ci slayd. Bitəndən sonra özü avtomatik atacaq ya da sən seç. Belə bir şeydir. Yaxşı əmrdir. Bir də bu start slasher lent qrupunun əmrləridir. Bir də setup var. Mənə qulaq asın. Biri var slaydın dizaynı dəyişmə. Bu sadədir da. Slide size nə deməkdir? Bax, girin. İstəyirsiniz standart, geniş şəkildə. Yəni istəyirsiniz belə ölçüsündə enin, with en demək. Slaydın enini, hündürlüyünü dəyişmə, ölçünü. Bu nə deməkdir? Dizayn da olacaqdır. Çünki slaydın dizaynını dəyişirəm axı. Amma setup slasher əmri isə mütləq slasher-da olmalıdır. Demək, setup lent qrupunda belə bir əmr var. Setup slasher. All. Bütün hamısını nümayiş etdir. Yalnız seçilmişləri custom show-nu və əslində custom show eləməsən bu deaktiv olacaq. Custom show bayaq eləmişdik deyəndə aktivdir. Və bir də ki, belə suallar verirəm. Neçədən neçəyə kimi? Mən istəyirəm ki, mənim slaydım 2-dən, məsələn 11-ə kimi davamlı geçsin. Düzdür. Custom-dan 2, 3, 4, 11-ə kimi əllə belə bir-bir seçməkdənsə interval qoyaram da. Amma bilirsiniz də bu ancaq ardıcılları nümayiş etdirmək üçün əlverişlidir. Yoxsa risk mənə lazımdır 17, sonra 34, sonra 45 uje custom işə düşməlidir. Bax belə. Reverse timing, daha doğrusu high slide, slaydı gizlətməkdir. İstədiyi slaydı gizlədəndə üzərində belə bir xətt gedir. Həm də solğunlaşır. Bir növ customer köməkdir. Niyə görə köməkdir?
Mən istəyirəm hansı nümayiş olsun. Bir iki dənəsi olmasın da. İkisi custom edincə, deyirəm 4-ü istəmirəm. Hayır deyirəm gedir. 3-dən hara tullanacaq artıq? 5-ə tullanacaq. Yəni pis bir əmr deyil, yaxşı əmrdir. Birdən deyək ki, sabah imtahanda bu üçüncü slaydın üzərindəki bu düz xətt nəyi bildirir? Deməli, slaydın gizli olduğunu belə. Ya da ki, solğun olması nəyi bildirir? Gizli olduğunu. Rehearse time ilə bağlı vacib bir qeyd var. Ona görə onu saxlamışdım sona. Baxın, bax bu ayrı-ayrı imtahanlara da düşür. Mən sizə başı bir dənəsini də açıram. Deməli, bu nədir? Səhv eləməsə bu da. Burada apreldə 2 dənə PowerPoint düşmüşdü, göstərəcəm. Biri budur. Buna siz cavab verin də. Sizcə bu obyektlərə animasiya effekti verməkdir, yoxsa slayda nə yadınızda qaldı? Obyektlərə. İndi bir dənə bir şey deyək. Deyəcəksiniz ki, mən belə effektləri necə yadda saxlayım? Heç bir problem yoxdur. Əgər bir dənə də olsun ulduz şəkli varsa, onda nə götürəsiniz? Animation götürəsiniz, yəni obyektləri verirlər. Əgər ulduzsuz effektsə, demək ki, nədir bu? Transition'dır. Bildiniz bunu? Yəni ulduzlu effekt. İndi bizim imtahanımızda qəbul sonunda təbii ki gördüyünüz kimi ulduzludur. Demək ki animation. Animation da nədir? Obyektlərə verilən. Sabahların bunu sildi. Bir saniyə. Bunu sildi. Bəlkə belə bir sual verəcək sabah qəbulu. İndi belə versə nə olacaq? Deyəcəksiniz ki, mənim slaytlara animasiya effekti vermək. Bildiniz bunu. Ulduzlar yalnız animation içindədir. Obyektlərə veriləndə bizə lazım olur. Yəni ulduz yaxşıdır da. Çünki preview görsüz, ulduzsuzsa transition götürün də, amma ulduzlu preview görsəz animation. Belə. İndi nə deyirdim? Orada bir dənə də slayd, o sual düşmüşdü. O sual əslində nə mənada çətindir? Dərsi qəşəng oxuyan üçün nəyə çətin olacaq? Onu hamı yazacaq. Amma atıb tutmalıq bir sual deyil, tam əzbərçilik bir sualdır. Deyir PowerPoint-da slaydlar verilən vaxtı hansı görünüş rejimində görmək mümkündür? Slaydlara verilən vaxtı yalnız slayd sorterda. Yəni 5 dənə görünüş rejimi var. Həmişə açılanda normalda olur. Bu oxu rejimidir, qeyd rejimidir. Outline onun tərkibini göstərir. Bir də slice. Slice sorter sortirovka, yəni sıralamaq deməkdir. Müxtəlif əlamətlərə görə sıralamaq rejimidir. İndi baxın. Mən slaytların nümayiş vaxtını slideshow-dan verirəm. Rehearse timingdir. Və təbii ki, bu da ayrıca bir sual kimi ümumi olaraq düşür. Nə mənada? Bax, sol tərəf nəyi bildirir? Cari slayda verilən vaxtı. Enterimi basıram. Görsüz sıfırdan başladı. Amma sağ tərəf davam edir. Yəni, sol tərəf cari slayda verilən vaxtı, sağ tərəf ümumi slayda verilən vaxtı. İndi mən vaxtımı verirəm, yes-imi basıram. Bax, görürsünüz, heç bir normal rejimdəyəm da, heç bir slaytda verilən vaxtı görmək mümkün deyil. Bax, nə də outline-da yoxdur vaxt, not rejimində yoxdur. Not əsasən slaytlar haqqında qeyd yazmaqdır əsas. Oxu rejimində də onsuz olası deyil. İndi baxın, yalnız slide sorterda görürsünüz 6 saniyə, 10 saniyə, 20 saniyə. Bildiniz, vacib bir məsələdir. Görmək, vaxtı ancaq bu rejimdə görmək olur. Bu da belə. Bir də diktafon var idi o. Diktafon da rekorder eləməkdə. Rekord slayşı cari slaytdan başlar və başdan başlar. Bu da sil, təmizlə. Bu vaxtın idarə olunmasıdır. Başlatma, multimedia fayl kimi yadda saxlama, vaxtı idarə elə belə bir şeydir. Bir də ki, monitor lent qrupu var. Bunu heç nə eləmirsə, eləcə yadda saxlayın ki, monitor ancaq slaydı nümayiş elətdirəndə onun konfiqurasiyası mənə lazım olur. Məsələn, bax, əyani kursda mən indi o biri təzə kompüter alanda onu proyektor qoşanda getmir da. Ölçü imkanı üçün ki, mən aldığım biraz daha böyük ölçü idi. Onda girdik display settingə. Display settingdə nə deməkdir? Display resolution ölçünü dəyişmək olur. Və yəni sözümün canı nədir? Nə zaman mən ondan istifadə edirdim? Nümayiş elətdirirdim da, hamı görsün divarda. Ona görə monitor lent qrupu birinci slashodadır. Belə. Bir də ki, bu görünüşlərdə 5 dənə görünüş rejimi açılanda həmişə normal olur. Bütün görünüş rejimlərində əslində çapa vermək olur. Sadəcə
dövlət quluna bir dəfə düşdü problem. Yalnız slideshow-da vermək olmur. Bax, slideshow görünüş rejimi deyil, nümayiş rejimidir. Slideshow-da Ctrl P-ni basıram ki, çapa geçsin printə, onda qələm rejimi aktivləşir. Yəni slideshow-da Ctrl P nə deməkdir? Print əmridir. Çapa göndərmək olmur. Normalda əslində olur. Outline-da da Ctrl P-ni basırıq. Slide Sorter-da Ctrl P-ni basırıq. Notepads-də Ctrl P-ni basırıq. İndi Reading-də də Ctrl P-ni basırıq, amma dediyim nədir? Slideshow verilməmişdi, Reading View verilmişdi imtahanda. Yəni ki, öz kitablarının, köhnə kitabın sualını salmışlar. Əslində o sualı sonradan dəyişdilər. Hal-hazırda kitab bizdə də var. Slideshow olmalıydı. Amma çünki əvvəllər reading götürülürdü, artıq bunu vermirlər. Sağ olsunlar imtahanda da slideshow verməmişdi. Birdən nə vaxtsa variantda görsəz ki, slideshow yoxdur, onda oxu rejimi götürün. Bəs deyəcəksiniz müəllim bu nədir? Bu Slice Master, Handout Master, Notes Master. Slide Master ümumiyyətlə slaytlar üzərində əlavə funksiyalardan istifadə etməkdir. Burada bir dənə bunları həmişə deyirəm. Deməli, bura başlıqdır, bilirsiniz də. Bura contentdir, məzmun nəsə yazmaq. Yazma istəsə lapın pozun. İndi bax, bura var, 12, 12 kimi. Bu date and time'in yeridir. Bax, bura mütləq gedir, date and time. Yəni, vaxt və ya zamanın yeridir. Görürsünüz, burada yazılı, biraz yazaq, yazılı footer. Footer aşağı sərlövhə deməkdir. Header yuxarı. Bir də ki, sağ tərəfdə slide number. Bax, buranın yeridir. Bunlar mənə lazım olacaq. Bunu mən istəyirsə belə də göstərə bilərəm. Deməli, əslində indi mən gördüm ki, bizim bir dənə də qeydimiz var. O mənim nə gözümə qaçır. Çünki bir dənə də qeyd olmalıdır burada. Hə, deyirəm da nəsə var. Onsuz çıxacaqdı ortaya. Və bir dəfə də qəbul olacaq. Deyir, hansı əmrləri kliklədikdə header footer pəncərəsi açılır. Bu nə deməkdir? Header footer'ı özün kliklədikdə onsuz açılır. O heç. Date and time da kliklədikdə açılır. Slide number-də. Niyə desəz? Bunlar hamısı ilə bunun içində var. Baxın. İndi təbii ki, yandırım, söndürüb, həm də bu yerlər var. Bura həmişə bir qoyacam testdə sabahlarım. Bu başlıqdır. 2 qoyacam, deyəcəm buna contentdir, məzmundur. Bura 3, bura 4 görəsiz testlərdə, çünki düşə bilər bilər. Bu da 5. İndi yandırıb söndürəm, siz də baxın. Deməli, footer, slide number, date and time. Date and time-ı aşağı sol hissədir. Baxın, yandırıb söndürəm. 3-ə baxın. Slide number aşağı sağ hissədir. 5-ə baxın. Və footer isə aşağı orta hissədir. Anladınız? Yəni testlərdə 1, 2, 3, 4, 5 qoyacam, deyəcəm hansıdır var, uyğunluğu müəyyən edir. Bax, belə bir əmirdir. Yadınızda saxlayın. Çünki bəzən ola bilər ki, test kimi düşsün bu formatda. Və bunu elə belə həm də göstərim. PowerPoint-un ən vacib yerlərdə, bu dediklərim ən vacib yerlərdir. Bircə saniyə. Bu testi şey sorularda, məsələn, dəstə. Bax, mən bayaqlarım dedim. Slaydın nömrələnməsi demir. Slaydın ondan başlayaraq nömrələnməsi. Sizcə hansı tab götürürdü? Kimi? Design. 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 Başqa rəqəmdən neçədən başlayırsa dizayn. Amma desəydik ki, slaydın nömrələnməsi, onda insert deyərdiniz belə şeylər. Bir dənə o testi göstərim. Bircə saniyə. Bax, bu sol tərəfdədir. Biraz da balacalaşdıraq bunu. Bax, belə-belə suallar verirəm. Deyirəm ki, məsələn, 78. Cavab nə olacaq 78-in? Y. Slaydın nömrəsi harda olur? 5-də olur. Düzdür. Desəydi ki, aşağı sərlövhə hardadır? 4. Desəydi ki, date and time, vaxt tarix 3-də. 3. Sözün düzü, desir deyəndə, məsələn, 80-ci suala baxın, onu bu formatda yazmışam da onsuz da. Baxın, deyirəm aşağı sərlövhə hansına uyğun gəlir, slaydı məzmun. 4'te. Belə. Yəni, bu formatda suallar düşə bilər. Bir də printer ilə bağlı bir şey var. Word-də bir vərəqdə maksimum 16 səhifə çap eləmirlər. Yəni, istəsiz belə şəklini çəkin. Yəni, birdən deyər ki, mən PowerPoint-da o formatda sual qoymuşam.
Hansı sayda çapa vermiyor? 16'ya qədər istənilən rəqəmi seçə bilmirik. 1, 2, 4, 6, 8 və 16. Yalnız bunları seçmək olur. PowerPoint-da isə yalnız printerdə bunu deyirik biz. Deməli, baxın, bir vərəqdə maksimum 9 slayd çap etmək olur. Amma 9-a qədər istənilən rəqəmi seçə bilmirik. 1, 2, 3, 4, 6 və 9. İndi o həm də hardandır? İndi bizə çox da lazım olmasa da Handout Master var. Oradan da çapla bağlı olan əməliyyatlardır. Sizi balacalaşdırın ki. Baxın, için niyə danışmıram? Çünki bunlar hamısı dizayn içindədir. Qatıb qarışdırmır. Yəni bizə lazımdır deyil. Sadəcə bir, iki, məsələn istəyirəm 4 dənə seçəyim bir vərəqdə, 6 dənə seçəyim, 9 dənə seçəyim belə şey. Amma maksimum nə qədər ola bilər? 9 ola bilər. Bax belə bir şeylərdir. Onda yadınızı saxlayın. Və o sualı düzdür tapsam çox yaxşı olar. Hə, tapdım. Kim deyər? 62-nin cavabı nə olar? 9 mən. 9 da mən. Dəqiq. 9. Bəli, bəli 9-dur. Hə, bir düz baxın nə bəli. Deyirəm hansı olmaz. Elə Allah seçmiyorsun. Hə, hansı səhvdir bu da? Mənim elə olmaz 9 deyil ki. mənim B variantı. Ay Həmid, dedim axı, maksimum 9 slayd çap eləmək olar. İndi göstərdim axı. Hə, İndi heç biriniz bilməz, düzdür? Mən ona görə deyirəm ki, hansı sayda çap eləmək olmaz? Bir olar, 2 olar, 3 olar, 4 olar, 6 var idi, bir də 9 var idi. Yəni 8 deyilən bir şey yox idi orada. 7, 5 yoxdur. Bir daha göstərim, indi artıq ciddiyyətə fikir verin. 1, 2, 3, 4, 6, 9. Anladınız? 8, 7 və 5-i seçə bilmirəm, axı yoxdur oraya gəlin. Bildiniz dəqiq. bəli, bəli. Yəni, Bəli, bəli, bəli. buradan da gördünüz də ən vacib testləri. Bunu mən dərsdə işlədirəm də vaxtla, amma evə onsa ümumi test verirəm. Və bu 60-ın 90% tələbə səhv edir. Da sualı tam oxum. Yəni ona görə deyirəm. Bu çox qəşəng bir sual idi. Lazımlı sual idi. Belə. Bunda ümumi olaraq yadınızda saxlayın. Deməli, bir saniyə. Olsun, bir də ki, Notepad bu da qeyddən bağlıdır. Bir şey yoxdur. Bu da içinə baxmırıq. Çünki onun için basanda dizayn içindəkilər çıxır. Belə bir şeydir. Deməli, bir dənə burada indi bu zoom adı bayaq dedik miqyası. Bir dənə bunu bilin ki, color yəni iki dənə hissəsi var rəngdə. Bir ağ-qara formatlı slaydlara çıxartma, işləmək. Bir də ki, boz. Bildiniz. İndi bu color məsələsi başqa yerdə var ya olmağına. Çünki dizaynda hər hansı bir fon veririksə, rəng veririksə, tema veririksə, onun color, rəngini nə edə bilərik? Dəyişə bilərik. Bu başqa şeydir, o başqa şeydir. Bu deyir ki, ağ-qara formatı slaydlarda istifadə edilmək və yaxud rəngli. Belə bir şeydir. Bildiniz. Aprel imtahanında mən hər dəfə deyirəm, bu düşmüşdü ki, heç PowerPoint-da oxumayan düz yazmışdı, amma Word Excel oxuyan. Deyir Windows-dan, Windows Lent qrupu hansı tabdadır? Biz həmişə deyirik, Word, Excel, PowerPoint bütün hamısında Windows Lent qrupu harda olur? Həmişə View-da olur. Çünki pəncərənin görünüşünə təsir edir. Və bunu biz Excel-də də əslində deyirik. Baxın, bir daha o cümləmi deyim. Deyirəm ki, burada Excel-də belə bir əmr var. Deyir hide row, sətri gizlət, sütunu gizlət, vərəqi gizlət, gizlədilmişi göstər. Düzdür. Bir dənə hide window əmri yoxdur. Bəs hide window desəm indi hardadır? Artıq oxumasanız da Excel-i bilməlisiniz ki, hide window əmri müəllim deyilsə, window harda olur həmişə? View-da. Artıq hide window əmri hardadır? View-da. Yəni pəncərəni gizlətməkdə məntiqlə pəncərəni gizlədəndə görünüşə konkret təsir edirsiniz. Ona görə bu formatda. Anladınız bunu? Bunda qeydlərdir, vacib qeydlər yadınızda saxlayın. Makrosda bütün hamısında var. Tez-tez istifadə olunan arzu yerinə yetirən əmrlərdir və e, bu Access-də də var. Access-də prosta obyektdir, onlardan biridir. Amma Word-də, Excel-də, PowerPoint-da hamısında, onsuz da View-dadır və View-nun düz axırında olur. Belə bir şeydir. Və Draw-da sadəcə qələmlə bağlı işləmək üçündür. Yəni burada
sual verib çatdırılası bir şey yoxdur da. Bir dənə bir şey var, o mən həmişə deyirəm və bir daha deyirəm. Ink nə idi? Çernil deməkdir, yəni mürəkkəb. Ink to məhz qələmlə yazılanı riyazi formaya çevirir və yaxud fiqura çevirişi. Ink hə düşsə draw götürmür. Amma bir dənə mənasız yeri nədir? Biz dedik ki, bax yazıb pozulub başını oynatırıq. Bəs bu hide ink əmri var bütün sənətdə. Çünki bəlkə çoxlu yerdə yazıb pozmuşam. Düzdür, orada eləmişəm, burada eləmişəm. Hər dəfə bütün slaytları tapıb eraser eləməkdənsə, eraser olsa pozma. Bu götürüblər mənasız olaraq review'ya atıblar. Bütün proqramlarda ink-lent qrupu var, hide atıblar ora. Bax, göstərə bilərəm. Güya Excel'in draw'sun nə fərqi var? Ha, içi eynidir. Amma hiding'i hardadır burada? Anladınız bunu? Bir dənə çaşdırıcı sual budur ki, review'da nə işi var onu aparıb ora atıblar. Yəni əslində ink-lent qrupu bax burada olmalıydı. Bax bunun düz sağında olmalı, inklərin yanında. Yəni bunu mən həmişə deyirəm, biraz orası artıq nədir? Mənasızdır. Aparıb ora veriblər o sual. Bir dənə də jurnalda da var, imtahana var. Bizə deyir ki, PowerPoint sənədini açanda hansı PowerPoint-un işçi oblastına aiddir? Və təbii ki, o suala görəcəyik. Həm jurnalda görəcəyik, demin artıq jurnalında olan testləri işləyəndə. Nə deməkdir o? Deyir ki, PowerPoint sənədi açılanda hansılar yoxdur? Yazıb ki, məsələn, slaytlar var. Çünki açılanda həmişə normal rejimdə açılır. Və normalda da slaytlar görsənir. Sonra qeydlər var. Oxuyun gəlin görürsünüz bunlar. Məsələn, indi orada variantlar verilmişdi ki, animasiya obyektləri o ancaq bura girib görmək olur. Sonra nə vermiş yadımda deyir. Deyirsən slaytları keçid effekt. Hə, bir də yazmışdı. Hə, bir bunu yazmışdı səhvləri. Animasiya effektləri açılanda görsənmir. Outline rejimi, outline-ı gərək özün klikləyəsən. Bildiniz? Həmişə normalda olur. Bir də ki, deyir backstage görünüş pəncərəsi. Bax bu nədir? Arxa plan yazılır olsa. Arxa plan görünüş pəncərəsi nədir? Bütün həmin sənəd haqqında informasiya verən pəncərədir. O da həmişə faylı basında sağ tərəfdə çıxır. Bax bu pəncərədir. O sual qabağınıza 100% çıxacaq. Sualın da məqsədi nədir? Deyir ki, PowerPoint sənədi açılanda nələr olmalıdır ekranda? Bu şeydir. Bir dəfə də imtahana düşmüş ki, hansı PowerPoint-a aid deyil, transition var, o var, bu var. Formula bar yazmışdı və formula bar hansı proqrama aiddir? Deyin onda siz. Formula bar. Excel. Ancaq Excel aiddir. Çünki düstur sətri harda olur? Excel'də olur. Belə. Baxın, PowerPoint-un bütün nə vacib yerlər var, hamısını artıq izah elədik. PowerPoint ümumi izahıdır. Və recordingdə zaps edəcək, YouTube-a vuracaq, sizə göndərəcək. Ona görə bu günlük bu qədər. Sağ olun, salamat qalın. Sağ Sağ olun. olun. Sağ olun.